Analar üçün, bacılar üçün, qardaşlar üçün getmişdik. Gəlin dəstək olun da bizə. Bu Konya'dan desin bana qardaş dərdin nədir də? Kimi gəlib bir dəfə soruşdu ki, bala, müharibəyə gedibsən, sənin dərdin nədir, status verildi, verilmədi. Gəlsin desin də, gedirəm istəyirəm, bir iş yoxdur. Birəm evin başıma otur, bir bağırsa pul yoxdur, ben nətər dolanım. Üçüncü dəfədir gəlirəm, Allah haqqı, and olsun Allaha. Bizi yaradan Allah haqqı, gələn səfər gələndə burada ya boğazımı kəsizəm gəlib. And olsun Allaha eləməyə, heç kimlə qorxmuram. Heç kimlə qorxmuram. Kömək etsinlər mənə, vermişəm bu həyatdan. Yaşamaq istəmirəm. Bizə deyirlər ki, müdafiədə, mühafizədə olursan. Nə veteranlıq verir, bizi kimləsə niyə seçkilik salır? Biz vətənin oğlu deyilük. Məni deyirsən ki, dayan, vermirsən döyüşə. İndi mən döyüşməmişəm deyə mən almamalıyam. Onsuz da orada 100 min əskər var ise onun 50 mini döyüşmüşdü, 50 mini de ona göre alıb da. Durub xalqın içində də paxıllar, xainlər var. Bir qabağın arxanı, bu arxa elə bir şeydir ki, gülləni arxa verir, suyu, nə bilim, çörəyi, maşını, hamısını arxa verir. O gücü verən arxada, arxa olması qabaqdakı kimdir ki? Mən qabaqda nətər arxa mən kömək eləməsi döyüşə bilərəm. Heç biriniz başından böyük danışmayın. O qabaqda kimsə döyüşüb, biz arxadakiler olmasaydı, siz qabaqda heç kim idiniz. Mən qorxmuram, danışıram. Gəlin vurun, gülləri başımdan öldürün. Yaşamaq istəyirəm, işim yox, gücüm yox. Mən suyundayım. 30 yaşım var, subayam. Evlənməmişəm. Başım, evim başıma uçsun. Ben üstündən özü gülüz vəziyyətə qoymayın. Öldürün məni. Öldürün məni. Elə müdafiə mühafizə. Yaşayabilmirəm Allah'ım. Kur'an'ın nasıl yaşayabilmirəm? Müdafiə mühafizəsində yaşayabilmirəm. bu var. Ayaklar yere de, yere. Görmək istəyirəm. Yaşamaq istəmirəm bu Azərbaycanda. Bakmayın. Volgasında bir tane yeşil hamar çalıyor. Allah'a hamd olsun. Varın içinde ya. Bize derler ki müdafiədə olsun. Bize derler müdafiədə olsun. Bizim adımıza silah da verilir. Məhəmmədov Cahanşir Məhəmmədoğlu Cəllabad Voyankomatı. Biz bura 4-cü, 5-ci dəfə gəlirik. Bir dənə buradan adam çıxıb bizə baxmır. Bura niyə gəlib? Bura niyə gəlib? Nə veteranlığımız var, nə bir şey. Onda bu belə çıxır ki, biz kimin səbəbinə gedirik. Bizim adımız kimdəsə gedir. Kimin səbəbinə gedir? Kimin səbəbinə gedir? 500 manat pul istəyib ki, sizə veteranlıq verin. Vermədik, veteranlığımızı yazıb göndərmədik. Bu nə haqsızlıqdır? Bu nədir? Bu nə Müdafiə Naziri niyə öz başınalıq edir? Niyə prezidentin sərəncamlarına qarşı çıxırlar? Nə qədər olar bu? Nə vaxta qədər olar bu? Bəsdir də, artıq bəsdir. Xalqın səbri tükənib, qazi qalmayıb ölkədə. Andan Allaha, qazi qalmayıbdır. Özün yandırıbdır. Biz də yandıraq özümüzü, biz də özümüzü öldürək. Dəqiqə başına polis çağırırlar. Polis vallahi hamısı bizim arkamızdadır. Bugün de polis bizim arkamızdadır. Polis bize niye edecek? Hakkımızı tələb ediyor. Nəsə başqa nə deyirik? Məhəmməd. Bir belə də olmaz da. Şirinov Kənan, Dilqam. Medallarınızı almışsınız. Xeyr almamışam. Vermir müdafiə. Soyadınız nədir? Yalandan deyir, hər bizdə göndərməyib. Niyə göndərmir hər bizdə? Çünki pulumu. Bir dəqiqə dayan. Bəx qeyd edərsiniz ki, hərbi hissələr. Bəli, hər bizdə komandiri. Şirinov Kənan Dilqamoğlu. Bizim üstümüzdə stajlar var, gizirlər. 3 nəfər gizir var. Kağıza yazıb kartın nömrəsini vermiş ki, 500 manatdan pul atıb sizə veteranlıq verək. Şirinov Kənan Dilqamoğlu. Hərbi hissə komandiri. Hansı hərbi hissə idi? 379 saylı hərbi hissə, həmlə tabarı. Həmlə deyib canımızı qoymuşuq. Azərbaycan üçün getmişik. Tüm Müdafiə Nazirinin, qohumlarının 90%'nin medal var ama hamısı evdə yatıbdır. Hamısı ailə uşağın içində yatanda biz ama getmişik döyüşə. Canımızı qoymuşuq. Andol Allaha böyrəklərim yoxdur, ciyərlərim yoxdur. Mən pis vəziyyətdə yaşayıram. Bir belə də olmaz da artıq bəsdir. Artıq Respublikada bir nəfər qazi qalmayıb. Hamısı özünü öldürür, özünü yandırır. Biz də özümüzü yandıraq, biz də özümüzü öldürək. Nə qədər olar bu? Artıq bəsdir. Yalandan deyirsən silah təhkim. Şərəfsiz, mənim əlimdə sübutlarım var. Silah təhkim olunmuyubsa mənə. Mən Kəlbəzərə gelib, nətər mən
posta çıxmışam. Mən Füzulidə gedim, nətər posta çıxmışam? Mənə gəlsin izah eləsin. Gəlir dəfələrlə bura Müdafiə Nazirinə Qrajdanski bir nəfər var. Göndərir mənim üstümə, yalandan gəlir, yola verir, çıxır gedir. Yola verir, çıxır gedir. Bir belə də olmaz axı. Artıq bəsdir də. Müdafiə Nazirinin öz oğlu Allah bilir neçə dənə medal alıb, neçə dənə veteranlıq alıb, bəlkə də 50-liyini də alıb, qaziliğini də alıbdır. Ayda nə qədər maaş alır. Amma bir belə oğlanın haqqını yeyirlər. Biz getdik, döyüşə. Bir belə oğlan gedib, döyüşə. Çox hələ gəlməyibdir. Bir belə oğlan gedib, döyüşə. Siz getməmisiniz. Zakir Həsənov özünün 112 nömrə hərbi hissədə villası var. Ondan danışan yoxdur. Niyə danışmırsınız? Deyən Allahdan başqa işindən qorxmuram. Zakir Həsənov döyüş nazirliyini eləsin. Villa nə gəzir hərbi hissənin içində? Özə villası. 3000 şəhidin bəlkə də 3000'ində günahkarı odur.